Salam uşaqlar, səhifə 43-ə baxırıq, diqqətli olun. 1-də deyir ki, katetlərin uzunluğunu tapın və sayəsini hesablayın. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Katetimizin biri 8. Əvvəlcə yazıram, qaydanı yazıram. Yəni, nədir? Düzbucaqlı üçbucaqda necə tapılır? A vurulsun B bölünsün 2. Yəni, katetləri vururam. Bax, bu da katetdir, bu da katetdir. Bura 8. İndi S bərabərdir. Bir katetimiz 8. Digərinə baxıram. 1, 2, 3, 4, 5, 6. Bölünsün 2. Nə etdi? 24. İndi keçirəm bura. İkincisinə. Baxıram. 1, 2, 3, 4, 5, 6. 6 vurulsun. 1, 2, 3, 4, 5. Bu da 6. 6 vurulsun. 6 bölünsün 2. Nə elədi? 18. İndi keçirəm üçüncüsünə. Bunun baxırıq kateti necədir? 1, 2, 3, 4, 5. Bu da 6. S bərabərdir. 6 vurulsun. Bunun sayısına baxıram. 1, 2, yəni tərəfinə, katetinə baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Nə etdi? 48 bölü 2-yə 24. Keçirəm bunun sayısına baxıram. Nə edir? 1, 2, 3, 4. 4 vurulsun. 1, 2. Bölünsün 2'ye. Ne etdi? 4. Bunun sayısı nə oldu? 4. Bu dördüncüydü uşaqlar. İndi keçirəm 5-incisini. 5-incisi nə deyir? Baxırıq katetimizə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Demək, bir katet 8-dir. Digər katetinə baxıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. O da 8. Bölünsün 2'ye. Nə etdi? 32. Keçirəm ikincisinə. Tapşırıq 2'ye. Nə deyir? ABC üçbucağın sayısını tapın deyir. Gəlin ümumi baxın, düzbucaqlı verilib də. Bunun sayısını tapağın. Demək, ABC-ni soruşur. Baxın, buranı soruşur. Buranın sayısını soruşur. İndi nə edərik uşaqlar? Böyük düzbucaqlıdan çıxaram bu kiçiyi, baxın buranı. Bura verərmi? Bəli. Demək, böyük düzbucaqlının sayısını tapırıq. Düzbucaqlının sayısını tapırıq. S bərabərdir. Nə edirəm? 16 vururam 9'a. 54, 5 yadda 144. Demək, ümumi düzbucaqlının sayısı nədir? Yazıram, düzbucaqlının sayısı nə etdi? 144. İndi keçərəm. Bilin ki, uşaqlar 9 buradırsa, burada 9'dur. Keçərəm bu üçbucağın sayısına. Baxın bunu. Bunun sayısını necə taparam uşaqlar? Katetləri vuraram, bölərəm 2'yə. Bu üçbucaq yazın. Düzbucaqlı üçbucaq. Aha. Neyini? 9'u vuraram 16'ya, bölərəm 2'yə. Nə etdi? 72. Demək, 144'dən çıxaram nəyi? 72'ni. Çünki ABC-ni versin. O da cavab nə etdi? 72. Bunun sayısı nə oldu? 72.
Keçirəm ikincisinə. Deyir, ABC üçbucağını tapın. Baxın, buranı tapın. Biz yenə düzbucaqlıdan, baxın, bu düzbucaqlıdan çıxaram bunun sahəsini, verər bu. Onsuz da biz bilirik ki, eyni bərabər düzbucaqlı üçbucaqdır bu. Demək, nə edirəm? Heç ehtiyac yoxdur deyim. 2 yolla eləyəcəm, baxırsınız. Demək, böyük düzbucaqlıdır. Onun sayəsini tapıram. 6-nı vururam 11-ə. S nəyə bərabərdir? 66. 2 yolla tapıram. Çıxaram bunun sayəsini. Bu verər də uşaqlar. Baxın. Çıxaram AB düzbucaqlıdan, çıxaram bunun sayəsini. ABC üçbucağın verər. Onda gəlin belə eləyək. 6. 6-nı vuraram 11-ə, bölərəm 2-yə. Nə elədi? 33. 66-dan 33-ü çıxaram. Cavab nə alındı? 33. Yenə 33 alın. Başqa yolu nədir? İkinci yol yazıram. Bu birinci yoldur. Başqa yolu nədir? 11 vuracaqsa, bu da 11-dir. Zaten iki dənə bərabər üçbucaqlardır. Demək, 11-i vuraram, eləcə 6-ya bölərəm 2-yə. Nə verdi? 33 verdi də. 11-i vuraram 6-ya, bölərəm 2-yə. Nə etdi? 33. 2 yolu da elədim ki, biləsiniz. Keçirəm bura. Yenə də baxın, 2 dənə bərabər üçbucaqlardır. Baxın, belə ya da belə olsun. Fərqi varmı? Xeyr, 2 dənə bərabər üçbucaq. 12-dirsə, buranın da 12-dir. Heç 12-yə oxşamır. Buna nisbətən bəli 12-yə oxşuyur. Buna nisbətən. Bura 16-dır, bu da 12-dir. Bu düzbucaqlı üçbucağın sayısı necədir? Katetlərin hasili bölünsün 2. Üçüncü. Katetlərin hasili, yəni 12 vurulsun 16 bölünsün 2. 8, 16, 96. Nə etdi? 96. Üçüncüyə baxırıq. Bu ikincinin üçüncüsüydü. Belə rum rəqəmlə göstər. İndi üçüncüyə baxırıq. Bu düzbucaqlı üçbucağın sayısı necə tapılır? 15-i vuracam 26-ya. Sahə necə idi? A vurulsun B bölünsün 2. Yəni katetlər vurulsun bir-birinə bölünsün 2. Yenə də 15-i vuracam 26-ya böləcəm 2-yə. 26 ilə 2 gedir 13. 13-ü 15-ə vuraq. 195. Bunun sayısı nə oldu? 195. Keçirəm bu üçbucağın sayısını tapaq. Bu düzbucaqlı üçbucaq. Bunun kateti 12-dir, bununki də 12-dir. Nə olur? İkincisinə baxıram. 3-ün ikincisidir. Katetlərimiz neçədir? 12-dir, biri də 10. O bizdə 12-dir. 12 vurulsun 12 bölünsün 2. 6, 6-da 72. Demək, sahə nəyə bərabərdir? 72-yə. İndi üçüncüsünə baxırıq. Uşaqlar, bu buradan göstərilməyib. Göstərilməlidir əslində. Yenə də katetlərimiz nədir? 12 və 16-dır. 12 vurulsun 16 bölünsün 2. 8, 8, 16, 96. Yandı. Nə etdi? 96. Sayısı nə oldu? 96. Burada 70 qalmışdı. Burada 96 alındı. Dördüncüyə baxırıq. Katetlərimiz neçədir? Biri 6-dır, digər nədir? 8-dir. Sahə necə tapılırdı? 6 vurulsun 8 bölünsün 2. Nə etdi? 48 2-yə böləndə 24. Cavabımız nə oldu? 24. Bu qədər uşaqlar.